Əziz tələbələr, diqqətli olun. 2026-cı ildə Dövlət İmtahan Mərkəzinin keçirəcəyi imtahanda düşə biləcək sual tiplərindən biridir. Hitorilər mövzusuna aid test tapşırığıdır. Gəlin indi izaha baxaq. Birinci qaydalarla tanış olaq. Görək qaydada bizə nəyi deyir? Qaydada bizə deyir ki, verilmiş hitoridə bəzi xanaları elə rəngləyin ki, hər bir sətir və hər bir sütun üzrə rənglənməmiş xanalardakı hərflər təkrar olunmasın. Rənglənmiş xanaların ortaq tərəfləri ola bilməz. Rənglənməmiş xanaların hər birindən digərinə yalnız rənglənməmiş xanalardan sətir və ya sütun üzrə keçməklə çatmaq olar. Yuxarıdan ikinci sətirdə, yəni söhbət bax buradan gedir. Bax buradan yuxarıdakı ikinci sətir deyəndə bax buranı nəzərdə tutur yoldaşlar. Yuxarıdan ikinci sətirdə rənglənəcək xanalarda yazılmış hərfləri seçin. Gəlin görək hansı formada həll olunur. Bizim tələbələr artıq bilir ki, bunların özünün xüsusi qaydası var. Həmin qaydaya əsasən işləyirlər. Deməli yoldaşlar, biz burada nəyə fikir verməliyik? Birinci növbədə fikir verməliyik ki, qaydalarımız var idi bizim. Həmin qaydaları deyim, bilməyənlər də yadlarında saxlasınlar. Yadınıza saxlayın ki, yəni bu qaydaya əsasən işləmək lazımdır bu tipli testləri. Qayda budur ki, iki eyni ədəd ortasında fərqli ədəd gəldikdə yalnız ortadakı xana rənglənmir. Rənglənmir dediklərimizi bax belə ağ çevrəyə alasıyıq. Çevrədə göstərəcəyik sizlə. Amma rənglənir deyilən xanaların üzərindən isə X yazılacaq. Bizdən soruşurdu burada testdə. Baxın, axırda yazıb ki, yuxarıdan ikinci sətirdə rənglənəcək xanada. Yəni X olanları soruşur. İkinci sətirdə, bax, ikinci sətir budur. İkinci sətirdə X olanları soruşur bizdən. Gəlin baxaq. Birinci növbədə hitoriya hardan başlaya bilərik? Gördüyünüz kimi, bax, burada B, C, B yazılıb. Sətir və sütunlarda qaydalar eynidir. Bütün qaydalar eyni olaraq qalır. İki eyni hərf ortasında fərqli hərf gəldikdə ortadakı hərf rənglənmir. Bu qaydaya əsasən biz dedik ki, ortadakı C rənglənmir. Yəni, ağ çevrəyə alırıq. Qırmızı çevrədir, amma içərisi ağdır. Bunu nəzərimizdə saxlayaq. Sətir və sütunlarda eyni bir xana yalnız bir dəfə ağ ola bilər, rənglənməmiş ola bilər. Odur ki, sütun və sətirlərə baxmaq lazımdır. Gördüyünüz kimi biz C-ni burada ağ rəngdə götürmüşüksə, rənglənməmiş formada saxlamışıqsa, digər C-ni artıq rəngləməliyik. Digər bir qaydamız belədir ki, rəngli xanaların, yəni X olan xanaların üstəgələk formasında yuxarı, aşağı, sol və sağlarına verilənlər heç biri rənglənmiş ola bilməz. Yəni X ola bilməz. Bu qaydaları artıq YouTube'dakı video izahlarımızdan baxıb öyrənə bilərsiniz. Paylaşmışam, orada video izahlarda var hitorilərin qaydası. Və buna əsasən biz yuxarıdakı A-nı ağ rəngdə götürürük, yəni rənglənməmiş. Aşağıdakı yeni də ağ rəngdə götürürük yoldaşlar. Eyni bir qaydanı biz sağ tərəfdə bax burada da görə bilərik. Görürsünüz B, Y, B yazılıb. Deməli ortadakı xana rənglənməmiş olacaq. Rənglənməmiş xanaları yazdıqda sətir və sütunlarına baxın. Eyni hərf varsa digər hərf mütləq ki, rənglənməlidir. Çünki sətir və sütunlarda yalnız bir xana ağ rəngdə ola bilər. Dediyimiz qaydaya əsasən fikir verirsinizsə, aşağıda da B, C, B yazıblar. Deməli, C rənglənməmiş xana olur və C-ni rənglənməmiş isə sətir və sütunlarda başqa C varsa, mütləq ki, rənglənmiş olur. Rənglənmiş xananın ətrafı üstəgəl formasında ağ rəngdə, yəni rənglənməmiş olur. Rənglənməmiş xanaları yazdıqsa sətir sütunlarına baxıram ki, əgər onlarla eyni hərf varsa, digər xanaları biz rəngləyək. Baxın yoldaşlar, indi burada sizə belə bir şey demək istəyirəm. Biz bayaq A xanasını, A yazılan hərfi rənglənməmişik deyə aşağıdakı A mütləq ki, rəngli formada olmalıdır və rəngli formada yazdığımızın ətrafı rənglənməmiş formada olur. Daha sonra hitorilərdə kəsmə qaydası deyilən bir yol var. Kəsmə qaydası nədir? Biz hitorini kəsə bilmərik. Yəni biz əgər bu hissəyə X yazsaq, gördüyünüz kimi artıq sol tərəfdə verilmiş Y ayrıca qalır. Bizdə demişdik ki, bütün rənglənməmiş xanalar bir-birindən əlaqəli olsun. Bu səbəbdən biz B-ni məcburuq ki, rənglənməmiş götürək. Yəni ağ rəngdə. Buna əsasən yuxarıdakı B rənglənir. B-nin ətrafında verilmiş A rənglənməmiş qalır. X-in ətrafında verilənlər demişik ki, yumrular olmalıdır. Belə deyim ki, daha rahat başa düşəsiniz. Bunları yazdıqdan sonra baxın, yuxarıda bax bu hissədə kəsmə ola bilər. Həmin kəsmə yaranmasın deyə yoldaşlar, biz Y-ni burada ağ rəngdə götürürük. Kəsmə qaydasına əsasən burada bir B hərfi var, həmin B-ni də rənglənməmiş götürməliyik. Və soldakı B rənglənməmişdirsə, deməli sağ tərəfdəki B mütləq rənglənməlidir. Çünki sətir və sütunlarda yalnız bir dəfə ağ ola bilər. Qara yazdıqdan sonra isə ətrafını biz ağardırıq. Yuxarıda D-ni ağ rəngdə götürmüşüksə, aşağıdakı D mütləq qara olmalıdır. Çünki qaydamız var idi. Sətir sütunlarda yalnız bir dəfə ağ ola bilər demişdik. Daha sonra yoldaşlar, belə baxırsınız ki, burada bir B hərfi var. Biz B hərfini X götürə bilmərik. Çünki hitorini kəsmiş olarıq. Bu səbəbdən biz B-ni ağ çevrəyə alırıq, ağ yumruda saxlayırıq.
Hitorinin kəsilmə qaydasına əsasən biz mütləq ki, ortadakı D-ni ağ rəngdə götürməliyik. Daha sonra axtarıram, bax görürsünüzmü? Testin axırına yaxınlaşdığınızda çalışın ki, kəsmələr qaydasına baxın. Yuxarıda bu hissədə sağdan 3-cü sətirdə ən sağdakı B-ni ağ rəngdə götürmüşüksə və ona görə də aşağıdakı B-ni artıq biz yuxarıdakı B rənglənməmişdirsə, aşağıdakı B rəngli formada olmalıdır. Bunu da yazdıq. Kəsmə qaydasına əsasən yoldaşlar B-ni burada ağ rəngdə götürməliyik. Götürdükdən sonra bizə nə sual vermişdi? Bizə sual vermişdi ki, ikinci sətirdə rənglənmiş xanaları göstərir. Rənglənmiş xanalardan biri bax buradadır, B hərfidir. Bir də buradadır, D hərfidir. Yəni cavabımız olacaq B və D. Buna əsasən mən gəlirəm 27-ci testin cavabını axtarmağa çalışıram. Bu zaman görürəm ki, burada B və D-ni götürdüyümüz zaman cavabımız olur 2 və 4. Yoldaşlar, Hitorinin özünə məxsus qaydaları var. Başqa bir qayda ilə də həll edə bilərsiniz ki, məsəl üçün, eyni bir hərf sətirdə yalnız bir dəfə verilibsə, sətir və ya sütununda bir dəfə verilibsə, onu biz ağ rəngdə xana olaraq götürə bilərik. Amma həmin qayda bütün testlər üçün keçərli deyil. Bizim öyrəndiyimiz sadəcə 6 qayda var. Bu 6 qaydaya əsasən biz bütün Hitorilərin hamısını həll edə bilirik. Çox sadə qaydadır və Dövlət İmtahan Mərkəzinin magistratura, dövlət qulluq imtahanlarında istifadə olunan sual tipləridir. Diqqətiniz üçün təşəkkür edirəm.